Ben size bu boyda. Ha. Happy New Year. Arkadan mahnı koşmayla ben okurum sen koy geçsin. Happy New Year. Happy New Year. Happy New Year. Deməli hamımızın yeni təbrik eləyirəm. Ay xoşbəxt olasınız. Başqa nətər təbrik elər? Arzularınızı sadasınız. Qızlarımla yeni il süfrəsi açırıq və mənə kömək edirlər. Əminənin xasiyyətidir. Həmişə kamera qarşısında olanda mütləq ya oxumalıdır, ya da səhifəmin takipçilərinin başqa cürsə salamlamalıdır. Belə salatları yığıb və sonra keçəcəyik süfrəyə. Demək qızlar, dünənləri bu mimozaları belə mandarinlər şəklində elədim. 50 dəfə özümü söyledim ki, sənə lazım idi. Baxın. Amma maraqlı da. Sadəcə vaxt aparan şeydir. Adam bütün hövsələdən çıxır. Baxın, belə. İndi elə biləcəklər ki, mandarin. Mandarindən çox bal qabaqları xoşuyum mən. Elədiyimdə mimoza salatıdır. Adi mimoza salatı hamısını çəkmişəm. Amma belə bloklarda mandarin forması eləmişəm. Bayram süfrəsində ancaq düşündük ki, kabab eləyək. Çünki uşaqlar çoxdan da kabab istəyirdilər. Mən də əlavə olaraq hər bayramda mütləq aş bişirirəm. Bu dəfə istədim şahpulov bişirəm. Şahpulovu ilk dəfə idi bişirirdim. Sadəcə bu şahpulovda etdiyim bir səhv oldu ki, qaranı ən üstə yığdım mən. Amma qaranı orta hissəsinə yığsaydım, yəni aş orta hissəsinə qara, orta hissəsinə, üst hissəsinə də düyü, bir də orta hissəsinə sarıkök əlavə eləsəydim, şahpulov doğrananda daha yaxşı görünüş əldə olunardı. Çox heyif ki, yəni bunu ilk dəfə edirdim deyə bu səhv etdim. Gələn dəfə bişirəndə mütləq bu səhvi təkrarlamayacağam. Siz də əgər etmək istəsəz, mən elədiyim səhvi etməyin. Biraz da sarıkök. Baxın qızlar, belə ağzını bağladım. Yağladım, qoydum. Əslində 200 dərəcədə pişirə bilərəm. Mən 180-də qoydum hələlik. Biz baldızımgillə, yəni qaynatamın evində, ata evində 14-15 il bir yerdə qalmışıq. Demək olar ki, köklü evdə qaldığımıza görə bütün bayramlar hamısı bir yerdə keçirilirdi. Ya o birisi qayınlarım da bizə gəlirdilər, və yaxud əlavə qohumlar bizə gəlirdilər və biz bir yerdə keçirirdik. Bu adət ənənə demək olar ki, biz ayrıldıktan sonra da davam etməyə başladı. Yəni bayramlar, ad günlər və yaxud da hansısa bir xoş bir günlərdə biz mütləq bir araya gəlirik. Yəni çox nadir olur ki, ya baldızımgil ayrı etsinlər, ya da biz ayrı edək. Demək olar ki, yəni baldızımın da ən çox mənim uşaqlarımı çox istədiyinə görə çalışır ki, bütün bayramlarda və yaxud ad günlərində bir yerdə olaq. Bu dəfə də elə idi. Əslində biz gedib onlarda keçirəcəkdik. Onlarda həyət evi idi və dedik ki, kababı bişirək və onlarda elə qeyd idi. Sadəcə onların evi çox soyuq olduğuna görə, kombilərində problem olduğuna görə yenidən qayıdıb öz evimizdə etməli olduq. Ona görə də salatları, nə bilim şahpulovu artıq burada etdim ki, amma əslində plan tamam ayrı idi. Biz gedib onlarda edəcəkdik. Necə etdik? Ətləri baldızım aldı, orada bastırma etdi. Toyuğu da mən aldım, doğradım, bastırma etdim burada. Yoldaşım gedəndə toyuğu da apardı. Onların həyətində bişirdilər. Baldızım neçə dəfə belə adyala büküb isti-isti gətirdilər bizə. Mən artıq onlar gələnə qədər süfrəni açmışdım. Onlar artıq oradan çıxanda da şahpulovu sobaya qoydum ki, onlar gələnə şahpulovumuz da qəşəng bişsin, yəni qızarsın. Ona görə də yəni çox məclislərdə ola bilər ki, mən ya onlarda oluram, ya bizdə oluram. Bunun sizə qısacası izahını vermək istədim ki, biz bütün bayramları bir yerdə keçiririk.
Həm elə daha maraqlı olur, həm bir-birimizə köməkli oluruq. Ümumiyyətlə sanki bizim evdə bir-birinə belə bağ var da. Çox ayrı-ayrı, çox nadir hallarda olur. Burada artıq süfrəni açıram. Rəsul çox acı idi deyə, onlar da gecikirdilər deyə onu mən düyüdən çəkib verdim ki, yesin. Yazıq uşaq o qədər düyüdən yedi ki, heç artıq kabab gələndə elə iştaha qalmamışdı. Burada artıq gəliblər. Mən demək olar ki, süfrəni tamamlayıram. Raslan gülmür qəsqət. Özü pişirib baldızımı. Az bu ne şeydi. Doğuğa getirir. Ay Allah. Burada pomidor, şorabası, liço, kompotlar, limpartlar. Apar əmnə. Bunu içsəm mən piano alacağım. Deməli bunları düzəltmişəm. Kələm turşusu gözləyirəm ki, baldızım gətirə qoyam kənarlarına. Sonra hələ burada meyvə, uşaqlara banan. Bu nədir? Yeni süfrəsi. Al, sənə verənə şükür. Bu da ki hayır, pərpətön. Ürəyim gedir pərpətön turşusuna ötürü. Bilsin nə qəşəng qoyur onu baldızım. Çox qəşəng qoyur. Elə aç bunu da yanına qoyaq. Bəh. Keçən dəfə gətirdiyimiz suyu qalıb. Deyir ki, burada bəzəyirəm. Ha, bir tərəfinə də az, ürəyə bax, 2 dənə yer qoymuşam. Burada pərpətön qoyaram. Bu da pərpətön. Pərpətön turşusu sevirsiniz. Çox dadlı olur. Bu da meyvələr. Baxın. Bibimiz gəlir bir rayona adamlar gəlir. Bibi gəlir, payı. Bax, toçun elə gəlir bizə. Ne qəşəng pişirmişsiniz. Bu da kebablar qəşəng pişirmişsiniz ha. Az o yolda pişirib. Mənim böyük qızlarım ət kebabı ümumiyyətlə dillərinə vurmurlar. Ona görə də belə kebab bişirəndə mütləq toyuq bişiririk. Ümumiyyətlə böyük qızım quzu ətinin dadını bilmir. Həmişə deyirəm ki, ye də bəlkə xoşuna gələcək. Öldürə sənə dilinə vurmaz ki, yox. Hətta bir yerdə olsa belə, bir yerdə bir şişdə bişsin belə onu belə yeməyəcək ki, yox, buna quzu əti vurmusunuz. Yəni belə bir xasiyyəti var. Artıq süfrəyə oturulmuşdu. Bütün hər kəs kebablarla yeyilirdi. Mən isə burada gəlmişdim şahplovu çevirməyə. Birinci dəfə idi deyə çox həyəcanlıydım, amma yaxşı çıxdı. Yoxdur ki. Ha? Ya Allah. Ya Allah. Bismillah. Ayda. Burada şahplovu doğrayıram və səbirsizlə gözləyirəm ki, qarası da çıxacaq. Sadəcə o səhvimə görə ancaq düyülər çıxır. Ən sonunda artıq qaranı, turşu qovurmanı özüm belə altından qaşıqla üzə çıxardıram ki, görsəniz. Bu günlərdə həm qaynatamın il dönümüdür, həm də qaynımın qaynanasının il dönümüdür. Onun birinci ilidir deyə orada il verilir, ora gedirik. Yəni qaynım gilə gedirəm. Gedim. Allah hər kəsin ölənlərinə rəhmət eləsin. Bizimkilərə. Bu nədir ki? Qaynım arvadının cehizlikləridir. 95-ci ilində. Təmiz Madonnadır. Bunu hardan aldın papa? Bunu Almanya'da. Almanya'da. 96 predmetiydi. Supnitsa'da var. Sonra Qatığızadı, hə. Supnitsa'da Bağda'da. Görün nə gözəldir. Həqiqətən nədir, keçmişin malları necə bilinir, şey olmalı. Deyirəm, indi bunlar moddadır, belə kənarları belə olanlar. Amma beləsini heç görməmişəm. Çox qəşəngdir. Baxın, bunlar da hamısı qədimidirlər. İrana getirməskidir. Bu Yaponskidir. Hansı? Bu Yaponskidir.
Bu Yaponski, bu Belarusiyadan gətirib. Hələ orada məndə var, bir sənə qəşəngdilər. Çox Lepkalı. Baxın bunlar. Abi bunlardan bizdə də vardı ama başqa fasonu var idi. Papamgildə. Baxın qızlar. Qaynım arvadının atası o xaricə gedib gəlirdi və oralardan gətirib. Hər bir dənə qızı olub, hamısını onlara gətirib. Görün nə gözəl. Bax bu da bax bu saxsıdandır. Samavar. Nədir materialın? Saxsı kobalt. Baxın belə bir şey görün nə gözəl. Buna baxın qızlar. Buna baxın ondan birini götürmüşəm. Baxın çaylık nə gözəldir. Üstünün işləmələri. Vazası. Sonra belə servislər. Qaynım arvad edib alça turşusu çox süperdir. Mən bu Riyaman alçaya da danmışam. Həqiqətən dadı çox əladır. Bu özüm də yeyəcəm. Bu da zoğal turşusudur. Bu da zoğal turşusudur. Deyir buradadır. Gözləri elədir. Ha bu biber. Elirləri şeydə, yayda qırmızı biber turşusundan. Bu da baldızım eləyib. Bu da kompotlardır. Hamısını özü eləyib. Əl əməyi göz yumub. Burada süfrəni yavaş-yavaş düzəldir. Salatlar, zatlar. Bu turşuları zatlar. Bu da kompotlar falandır. Qaranlıq qoyun yavaş-yavaş qısın. Zəfəranlı. Sal kökü. Başqa. Allah bütün insanlar qəbul eləsin, içini topsun içələr. Axşamınız xeyir qızlar, necəsiz? Biraz olar gəldi evə. Deməli yoldan bunu bacım verdi. Bacıma bir qazan vardı, onu verirdim. Tez bunu bir bankanı o dəqiqə həyətdən götürdü, atdı maşına ki götür. Sən eləmişəm. Bunu da qaynam arvadından aldım. Bu alça çox xoşuma gəldi. Stolun üstündə var idi, biri qalmışdı. Dedi ki, hə, dedi götür bunu. Gördü ki, çox xoşum gəlir. Bunda baldızım dünənləri gətirmişdi bizə. Liço eləmişdi. Baxın belə. Bundaki yolda yoldaşımı aldırdım. Mən çaşqa həvəskarıyam da. Axırı ki, həriyə bir şey yükləyə yaşayıram. Demək qızlar, biz bura köçəndə bax bu dəst var ha. Bu dəst. Bunun 12 dənə almışdım da bundan bax bunlardan. Sonra mən işləyəndə sağ olsun uşaqlarım onun 6 dənəsini məhv eləmişdilər. Sonra 6 dənə bundan aldım. Sadəcə evə 12 dənə tutalım qonaq gələndə 6 bundan qoyuram, 6 bundan qoyuram. İndi yolda bir mağazaya düşdük müəyyənə tripod almağa. Çünki o günlər tripodum qırılmışdı. Həmən mağazada var idi. Elə bu 6 dənəsi. Getdim ona 50 qəpiyə idi. İndi sadəcə düzmüşəm ki qabıyanda iyi olsun. Bu dəqiqə götürdüm 6 dənəsini ki. Çünki 6'sı bir hərəsi bir cür olanda xoşuma gəlmir. Neçə vaxt istəyirdim amma bütün rumkalı falan olur da. Rumka da bizə elə lazım olmur. Ona görə də 6 dənə bundan götürdüm. 7.50 ki qoyanda dəst olsun. İndi qabıyanı qoşacağım, iyi olsun. Uşaqlarım sağ olsunlar. Gəldim ki ev eşiyi yığışdırdım. Çünki mən sərtezdən çıxdım evdən. Onlar yatmışdılar. Gəldim ki ev eşiyi qəşəng təmizləyiblər, yığışdırıblar, toz sıranlayıblar, qabıyanı boşaldıblar, çikli qabları yığıblar. O qədər sevindim. Bugün əslində dolmada eləmək istəyirdim. Sadəcə uşaqlar yedilər elədilər deyə oradan baldızım uşaqlara aş falan da qoymuşdu ki uşaqlar yesinlər. Oca yedilər də oca yemək eləməyəcəm. Sabahları inşallah dolma eləyəcəm uşaqlara. Bir də qaynatamın da adını duz ataram. İndi yedilər deyə şey etdilər. Yəni ehtiyac olmadı. Bu da evimiz. Bugün axırı ki biraz dincəlim.